Sinema Radyo, Sinema Radyo, Sinema Radyo. Hər vaxtınız xeyir olsun. Sinema Radyo, Kino Radyo kanalı olaraq sizə çox möcüzəli bir məkandan xəbər verirəm. Bura Burbankdır və Burbankda yerləşən Walt Disney konglomeratının əsas ofisinin, əsas mərkəzinin headquarter qarşısıdır. Bu ərazi deməli Alameda və Buena Vista məşhur küçələrinin kəsişməsində yerləşir. Niyə mən bunun adını çəkirəm? Burbank, Buena Vista, Alameda. Məsələ burasındadır ki, biz filmlərdə, Disney'in filmlərində tez-tez sonluq, end credits'də, sonluq titrlarda görürük bu adları. Yəni ünvanlar mütləq şəkildə göstərilir. Bu studiyanın unikallığı ondan ibarətdir ki, çox əlverişli bir məkanda tikilib, onu qeyd edim və bunun binası ilə bağlı da mən istəyirəm sizə bir neçə məlumat ötürüm. Deməli, çox böyük bir ərazini qeyd edirəm ki, əhatə edir bu bina. Baxın, mən çalışacağım ki, sizə göstərim. Aha, gördüyünüz kimi, baxın, bu binanın penthouse'u da Mickey Mouse'un qulaqları formasında inşa edilib və bu ən çox diqqəti cəlb edən Burbankda fikirlərdən biridir. 100 ildən artıqdır ki, Disney şirkəti fəaliyyət göstərir və neçə-neçə nəslin formalaşmasında, yetişməsində mühüm xidmətlər göstərmiş bir studiya. Studiyanın tarixi, bax, yenə də mən sizə göstərirəm, buradan başlayıb. Qarşıda isə demək Disney ailəsinə məxsus olan bir xeyriyyə hospitalı var. Demək, xərçəng xəstələri üçün nəzərdə tutulub, Providence-də yerləşir qarşıda. Yəni bu ərazidə Disney'in bütün fəaliyyəti və bütün belə deyək ki, yaradıcılığı və onun dünyaya çıxması bax burada kiçik bir məkandan başlayıb və hazırda bu məkanın çox böyük bir ərazini əhatə edir və çox gözəl bir relyefə malikdir. Arkada dağlar var, Burbankın arxasında dağlar var gördüyünüz kimi. Yəni yaşıllıqların əhatəsində yerləşir. Kommunikasiya baxımından da çox rahat bir ərazidir. Bəli, məndən bu qədər. Sinema Radyo, Kino Radyo kanalında biz mütəmadi olaraq Disney studiyasının filmləri barədə məlumat veririk, onun soundtracklərini təqdim edirik. Və bugün də imkanımız oldu ki, heç olmasa bu studiyanın binasını fotolarda yox, artıq canlı şəkildə görə bilək. Sinema Radyo, Sinema Radyo, Sinema Radyo.